Əziz izləyicilər, bugün 31 Mart Dünya Azərbaycanlıların soyqırımı. Bu soyqırımın fəsadlarını biz hələ də yaşayırıq. Cəmiyyətimizdə bəzi çatışmamazlıqlar, bəzi problemli insanların çox olmağı sırf zamanında soyqırımlarda, sürgünlərdə, güllələnmələrdə, o 5 dəqiqəlik məhkəmə tribunalarında məhv edilmiş düşünən beyinlərimizin nəticəsində bugün cəmiyyətimiz müəyyən problemlər yaşayır. Bunu mən Sadıq Zeynaloğlu'nun Tarixin Qan Yaddaşı kitabını oxuyarkən anladım. Tanış oldum dərindən soyqırım nədir, bir millətin bilərəkdən məhv edilməsi nədir. Bütün soyqırım qurbanları, sürgün qurbanları, şəhidlərimiz, xalqımızdan haqsızlıq ucbatından köçən bütün insanların ruhları şad olsun. Bundan sonraki tariximizdə belə soyqırımlar inşallah bir daha təkrarlanmasın. Allah dövlətimizi, millətimizi, vətənimizi qorusun. Bundan sonra gələn günlərimiz xeyirli, bərəkətli olsun inşallah. Sağ olun, minnətdarım.